Salam aleykum. Təsərrüfatla bağlı yeni planlarımız var. Ona görə Sumqayıtdakı firmamızı satışa çıxarmışıq. Sumqayıt yazısından 5-10 dəqiqəlik məsafədə yerləşir. Yer olaraq çox gözəl yerdədir. Fermanı kim almağı məsləhət görürük? Təsərrüfatla anlayışı olan, bu işə həvəsi olan, tez həvəsdən düşməyən adamlara məsləhət görürük. Biz 10 il bundan qabaq tikdiyimizə görə həmin qiymətlərini hesablasaq çox münasib qiymətə başa gəlmişdi. Amma günümüzün şərtində siz belə bir yerdə torpaq alıb bu şəraitdə bir ferma tikmək istəsəniz, biz düşünürəm satmaq istədiyimizdən daha yuxarı qiymətə başa gələr. Fermanın yolu asfaltdır, sadəcə bir 200 metr məsafəsi daşlı torpaq deyək belə. Fermada 12-nin 12-yə navesdir. Özümüz üçün tikdiyimizə görə hər bir material çox keyfiyyətli materialdan istifadə eləmişik. Buranı açıq sistem heyvan da saxlaya bilərsiniz. Quzu, qoyun üçün də istifadə edə bilərsiniz. Yaxud da ot yığmaq üçün də. Heyvana baxıcı üçün 2 otaqdır, hamam tualetdir, kamera sistemidir. Hər bir şərait var. 13 ton yarım su çəni, toyuq üçün in, tok sistemi, şəxsən özüm çəkmişəm, stabilizator, hər bir şey var yəni. Əgər bu vəziyyətdə qalacaqsa bir başqa qiymətdir, amma müəyyən bir şeyləri götürülərsə, biz özümüz də təsərrüfat davam etdirəcəyik deyə bizə lazım olacaq. Yəni bu şəkildə qalarsa bir başqa qiymət olacaq, amma götürərsək başqa qiymət olacaq. Biz burada qiymət qeyd edə bilmirik, ona görə WhatsApp nömrəsi qoyacam, oraya yazarsınız, əlaqə saxlayarıq. %20'nin 5 metrə belə yem anbarıdır. Ton yarımlıq Türkiyənin istehsalı tərəzidir. Yem kırmadır, yem üydəndir, aparatlardır. İzolyasiya olunub. Yəni hər bir xırdalıq fikir verilib. Yəni yemlərin altına qoyulacaq paletlərə qədər düşünülüb. Yəni biz bu qaydada hətta 4 ay, 5 ay yəni kəpəyi saxlamışıq, bilirsiniz. Yəni kəpəyi 1 ay, 2 aydan artıq saxlama olmur. Şərait yaxşı olduğuna görə biz hətta yəni 5 ay belə kəpək saxlamışıq. Yem üydəndir. Yem karma aparatıdır, 6 kubluq. 58 başlıq fermadır. Dediyim kimi hər bir şəraiti var, hər bir şəraiti var. Su qablarından tutmuş, döşəməsinin rezininə qədər döşənib. Hər ehtiyat üçün içəri su çəndə qoymuşduq. Yəni çöldə hava soyuq olarsa birbaşa heyvanın otaq temperaturunu alıb içsin. Belə bir özümüzdən düzəltmişik. Yəni çox şeylərin demək olar özümüz eləmişik. Baş tərəfində də belə 9'un 4'ə xırda bir ambardır. Maşallah olsun, yəni mini çox şəraitli bir fermadır. Ventilatordur, kamera sistemidir, hər bir şey var yəni.